Mingəçevir Dövlət Universiteti, Azərbaycan Türkiyə İş Adamları Birliyi və HBN Qrup Akademiyinin təşkilatçılığı ilə Regional Universitet Sənaye Birliyi Samiti 2025 keçirilib. Tədbirin əsas tərəfdaşı 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, gümüş sponsoru isə Jobin Global şirkəti olub. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Regional Universitet Sənaye Birliyi Samiti 2025-in ölkənin regionlarında təhsil müəssisələrinin sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addım olaraq dəyərləndirib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmailov da çıxış edərək, tədbirin regionun iqtisadi və sosial inkişafına, eləcə də gənclərin gələcək karyera imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Bu əsasən məzunlara və insanlara bilirsiniz ki, cənab başçıda yaxınlaşdı, qaynaqça axtarırdılar bəzi şirkətlər, aşpazlar falan. Bu həm şəhər üçün, həm də məzunlar üçün də bir 800-ə yaxın, eləcə də təcrübə yeri ilə yanaşı 687 iş yerindən, real iş yerindən belə deyək, təqdim olunmuş HR nümayəndələri iştirak edirdilər. Burada böyük şirkətlər, Azərbaycanın ən böyük şirkətləri burada öz belə deyək, boş yerlərini təqdim edirlər. Hesab edirəm ki, şəhərimiz üçün də, regionumuz üçün də faydalı olacaq. Sonra Mingəçevir Dövlət Universitetinin Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan HR İnstitutu, eləcə də Progress Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.